Azərbaycan ailəsi hər zaman Azərbaycan dövlətinin himayəsindədir. Kənan müəllim, istərdim ki, 15 mayın, yəni Beynəlxalq Ailə Gününün mahiyyəti ilə söhbətimizi davam etdirək. Həmçinin də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli mənəvi və ailə dəyərlərimizin qorunması və bugünkü gündə inkişafı ilə bağlı həyata keçirilən tədbirlərlə davam etdirək. İlk öncə onu qeyd edim ki, 15 may Beynəlxalq Ailə Gününün təsis edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnaməsinə uyğun olaraq 20 sentyabr 1993-cü ildən hər il, dünyada 1994-cü ildən, Azərbaycanda isə 2008-ci ildən başlayaraq 15 may Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu günün mahiyyəti barədə, yəni əsas məqsədi ailələrin sosial rifahının gücləndirilməsi, ictimaiyyətin diqqətinin ailə problemlərinə yönəldilməsi və dövlətin ailə siyasətinin dəstəklənməsindən ibarətdir. Ailə yalnız bircə yaşayış forması deyil. Ailədə həmçinin milli mənəvi dəyərlərin qorunduğu, sevgi, hörmət, qayğı və digər milli mənəvi dəyərlərə malik olan bir sosial mühitdir. Bizim ailələrimizdə uşaqlarımızın şəxsiyyət kimi yetişməsi, gənclərin vətənpərvərlik ruhda formalaşması, böyüklərə hörmət, kiçiklərə qayğı, milli mənəvi dəyərlərin qorunması məhz ailələrdən başlayır. Azərbaycan xalqı da həmişə tarix boyu öz ailə dəyərlərinə böyük önəm vermişdir. Və sizin də qeyd etdiyiniz kimi Azərbaycanda ailə dəyərlərinin, müstəqil Azərbaycanımızda dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1993-2003-cü illərdə ailə siyasəti ilə bağlı qəbul olunan normativ hüquq haqlar, qərar və qanunlar məhz ailələrimizin, uşaqların hüquqlarının qorunmasına, ailə ənənələrimizin daha da möhkəmləndirilməsinə istiqamətlənmişdir və bütün bu məsələlərin əsasən tərkibində, yəni əsas tərkib hissəsində insan amili dayanırdı. Bugün Azərbaycan Respublikasında həmin siyasi kursun layiqli davamçısı, ölkə başçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən də ailə siyasəti uğurla həyata keçirilir. Əsasən həssas kateqoriyadan olan ailələrimizin dövlətimiz tərəfindən sosial təminatlarının gücləndirilməsi, ailələrimizə göstərilən diqqət və qayğı da bugün uğurla həyata keçirilir.